Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yassirli emri. Vahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme ve ba'd. Qardaşlar, Abu Nasr bin Muhammed Səmərqəndi rahimehullahın Tənbihül Qafilin, qafilləri oyatma, onları xatırlama kitabını ikinci dərsinə davam edirik, onun şərhinə davam edirik və biz birinci dərsimizdə İxlas barədə danışmışdıq və Şeyx rahimehullahın, yəni biz keçən dərsdə Şeyx haqqında məlumat vermişdik ki, Hənəfi alimlərindəndir və bu kitab, yəni moizə xarakterli bir kitabdır, imanı artıracaq mövzularda yazılmış bir kitabdır və mövzuları da həqiqətən insanın, yəni axirəti xatırladan, insana fayda verən, salih əməlləri artırmasına rəğbətləndirən, günahlardan çəkindirən bir mövzuları əhatə edir. Və Şeyx ikinci mövzuda ölümün şiddətindən və dəhşətindən danışır və ilk olaraq da Peyğəmbər sallallahu əleyhi və səlləm hədisini gətirir ki, Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, "Mən əhəbbə liqa'allahi əhəbballahu liqa'əh." Kim Allahla görüşməyi istəyərsə, sevərsə, Allah da onunla görüşməyi sevər. Və mən kərihə liqa Allah, kərihallah liqa'ə. Kim Allahla görüşməyi istəməzsə, Allah onunla görüşməyi istəməz. Yəni, burada Allah Azə və Cəllənin görüşməyi istəmək, yəni hər adamın edə biləcəyi bir şey deyil. Yəni o deməkdir ki, insan ölümü arzulasın. Lakin qəlbi rahatdır. Və Allah Azə və Cəllə o qulunu sevər. Onunla görüşməyi sevər. Və bu barədə həqiqətən insan bilməlidir ki, hər bir insan, hər bir nəfs ölümü dadacaq. Hər bir Adəm övladı ölümü dadacaq. Bu həyat əbədi deyil, bu həyat fani bir həyatdır. Bu yəni insan doğulan hər bir kəsin sonu nədir? Ölümdür. Allah təala buyurur ki, "Kullu nəfsin zaiqatul maut." Hər bir nəfs ölümü dadacaq. Və əksinə ölüm bir fənalıq, yəni bir şeyin bitməsi deyil. Əslində o bir həyatın, axirət həyatının başlanğıcıdır. Həsən el-Basri rahimehullah buyurur ki, "Ey Adəm övladı, sən öləcəksən, tək öləcəksən, tək diriləcəksən, tək hesab verəcəksən. Allaha and olsun ki, iş ciddidir və sən boş-boşuna yaradılmamısan. Sən hesabını tək verəcəksən. Heç kəs qiyamət günü, haqq hesab günü gəlib sənə yardım etməyəcək." Və bu barədə həmçinin Ömər ibn Abdüləziz buyurur ki, "Gecə və gündüz sənin əleyhinə işləyir. Sən də o gecə gündüzdə çalış və bil ki, ölüm gələndə qəflətən gəlir, birdən gəlir və ölüm gəlməzdən öncə xeyir əməllər ək. Yəni, xeyir əməllər törət ki, onun bərəkətini hasil edə biləsən, biçə biləsən. Əgər kim şər əkərsə, bilsin ki, o da peşmançılıqdan başqa bir şey biçməyəcək. Əli radiyallahu anh'ın bir gözəl sözü var, buyurur ki, "Artıq dünya bizdən üz çevirib gedir və axirət isə bizə tərəf gəlir. Və bilin ki, hər birinin, dünyanın da, axirətin də öz övladları var. Və siz axirət övladlarından olun, dünya övladlarından olmayın. Çünki bugün əməl günündür, bugün hesab yoxdur, sabah isə hesab olacaq, o gün əməl olmayacaq." Və İbrahim Teym rahimehullahın həmçinin sələflərdən gəlir, daha doğrusu Fudayl ibn İyaddan və İbrahim Teymdən daha doğrusu gəlir ki, deyir, mən deyir, öz nəfsimə deyir, nəfsimi necə cilovlaya bildim. Öz nəfsimə deyir, cənnəti vəsf etdim. Və elə vəsf etdim ki, nəfsimə dedim ki, elə bil ki, sən cənnətdəsən, cənnət meyvələrindən dərirsən, cənnətdən içirsən. Və Rəbbimin qarşısında səcdə edirəm kimi ona vəsf etdim. Sonra dedim ki, ey nəfsim, sən nə istəyirsən? O mənə dedi ki, dünyaya qayıdım, salih əməl işləyim. Dedim o zaman, yəni dedim ki, nəfsimə dedim ki, ey nəfsim, elə bil ki, sən cənnətdəsən, cənnətdə cənnət meyvələrindən dərirsən
cənnət çaylarından içirsən, son və neyirsən, Rəbbinin qarşısında səcdə edirsən. Bundan sonra dedim ki, ey nəfsim, yaxşı, bu halda sən Rəbbindən nə istəyirsən? Nəfsim mənə dedi ki, istəyirəm ki, məni dünyaya qaytarsın, daha çox salih əməl işləyim. Dedim, o zaman hələ dünyadasan, o zaman salih əmələ davam elə. Hələ köçməmisən axirətə, hələ getməmisən. O zaman fürsət var, o zaman deyim, mən nəfsimi bu şəkildə tərbiyə edim. Baxın, subhanallah, onların halına baxın, nəfsləri necə tərbiyə edərdilər. Və insan daima ölümü xatırlamalıdır. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, əksiru min zikri hədimil ləzzət. Ləzzətləri parça-parça edəni xatırlayın. Yəni, insanın ləzzətlərini parça-parça edən ölümü xatırlayın. Və mütləq insan özü ilə Allahın əzabı arasında bir təqva ilə bir nədir? Sipər götürməlidir. Və sələflər ölümün adı gələndə qorxardılar. Süfyan-ı Sovri rahimehullahdan varid olur ki, Süfyan-ı Sovri rahimehullahın yanında ölüm zikr olunduğu zaman kənə lə yəntəfi'u əyyəmən, yəni yəntəfi'u bihi əyyəmən, günlərlə deyir, ondan heç bir fayda görülməzdi. Bir dəfə ölüm yanında xatırlandığı zaman bir şey sahabədə soruşanda deyər ki, mən bilmirəm. Yəni, ölümdən o şəkildə qorxardı. Çünki ölümün şiddəti həqiqətən dəhşətdir. Və Nasr Səmərqand rahimehullah buyurur ki, kim ölümün yəqinliyini bilərsə və bilsə ki, o mütləq ona gələcək, ona görə mütləq ölüm üçün salih əməllə hazırlaşsın. Günahları, pis əməlləri tərk etməklə ölümə hazırlaşsın. Çünki bilmir ki, ölüm onu nə zaman yaxalayacaqdır. Və insan dünya müsibətlərinə də, ölüm xətərinə, dünya müsibətlərinə səbr etməlidir. Çünki dünya müsibətlərinə səbr etmək, ölümün müsibətinə, ölümün şiddətinə səbr etməkdən daha yüngüldür. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, qardaşlar, deyir ki, İğtənim xamsən qablə xams. 5 şeydən qabaq 5 şeyin qədrini bil. Qocalıqdan qabaq cavanlığın qədrini bil. Xəstəlikdən qabaq sağlığın qədrini bil. Məşğuliyyət gəlməzdən öncə boş vaxtının qədrini bil. Kasıblıq gəlməzdən öncə var dövlətinin qədrini bil. Bir də ölüm gəlməzdən öncə həyatının, bu dünyanın qədrini bil. Yəni, bu dünyanın qədrini necə bilirsən? Bu dünyada nə qədər ki sağsansa, salih əməl işləməklə, gözəl əməllər işləməklə bu dünyanın qədrini bil. Ömər radiyallahu anhu Kəb-ül Əhbara sual verir. Kəb-ül Əhbar bilirsiniz, İslamı qəbul etmiş Yahudi alimlərindən idi. Sual verir, deyir ki, ey Kəb deyir, bizə ölüm haqqında danış. O deyir ki, Kəb rahiməhullah deyir ki, ölüm deyir, ölümü görün nəyə bənzətdir? Ölüm deyir, elə bir ki, tikanlı bir ağacdır, Adəm övladının içinə daxil edilib. Tikanlı bir ağacdır, Adəm övladının içinə daxil edib və onun tikanları da hər biri bir damara batıb. Sonra güclü bir kişi var qüvvəti ilə o tikanlı ağacı sənin içindən dartıb çıxarır. Bəziləri deyir, o deyir, onun tikanların bəziləri damarları qopardır, bəziləri isə orada saxlayır. Və bu deyir, nədir? Ölümün şiddəti bu şəkildədir. Və həmçinin Həkim rahiməhullahdan gəlir ki, deyirlər ki, bir nəfər deyir ki, 3 nəfər deyir, sələtun leysə lil-aqil ən yənsəhun. Ağıllı adam 3 şeyi deyir, unutmaz. Dünyanın faniliyini, dünyanın fani olmasını unutmamalıdır. Ölümü unutmamalıdır. Bir də bilməlidir ki, müsibətlərdən o əmin aman deyil. Bunu unutmamalıdır. Və həmçinin Hatim-ül Asam rahiməhullahdan varid olur ki, deyir ki, 4 şey var ki, onun qədrini yalnız 4 insan bilər. Gəncliyin qədrini yaşlılar bilər, sağlığın qədrini xəstələr bilər, afiyyətin qədrini başına müsibət gələnlər bilər, bu həyatın qədrini də yalnız ölülər bilər. Həmçinin
gəlir ki, Abdullah bin Amr radiyallahu anhuma, özü də atası da sahabədə Abdullah bin Amr bin As, deyir ki, atam deyir, hey deyir, deyərdi ki, yəni Amr bin As radiyallahu anh deyir, hey deyərdi ki, mən o insana təəccüb edirəm ki, o insanın halına təəccüb edirəm ki, ölüm ona gəlir, ölüm ona yetişir, ağlı yerindədir, dili üstündədir, danışa bilir, lakin ölümü vəsf edə bilmir. Bizlərə, ətrafında olanlara ölümün necəliyini danışa bilmir. Necə də ölüm? Bizə onu çatdıra bilmir, deyir. Ta ki, deyir, ölüm ona gəldi, deyir. Atam, deyir, ölüm döşəyinə düşdü, deyir. Və ağlı da üstündə idi, danışa da bilirdi. Atama dedim ki, ey ata, sən həmişə bu sözü deyərdin ki, mən insanların halına təəccüb edirəm ki, necə olur ki, ağlı yerində olduğu halda, danışa bildiyi halda ölüm ona yetişəndə ölümü insanlara vəsf edib çatdıra bilmir. Və sənindir, ağlın yerindədir, danışa bilirsən. Və mənə dedi ki, ey oğlum, ölüm vəsf edilməkdən daha əzəmətli, daha böyükdür. Vəsf edilməyəcək dərəcə böyükdür. Lakin mən sənə bir şeyi ondan vəsf edəcəm. Elə bil ki, deyir, mənim çiyinlərimə Radva dağını qoyublar. Elə bil ki, mənim ruhum iğnə deşiyindən çıxarılır. Və elə bil ki, mənim içimə tikənli bir ağac basırıblar. Və elə bil ki, göylər yerin üzərinə çökübdür. Və göylə yerin arasında mən qalıb əzilirəm. Sonra mənə deyir ki, ey oğlum, mənim 3 halım var idi. 3 halım var idi. Və mən birincisində, o birinci halımda insanların Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləmi öldürməyə olanlar içərisində ən hərisi idim. Yəni zikrim kimi öldürmək idi? Muhammed sallallahu əleyhi və səlləmi öldürmək istəyirdim. Vay o günmə ki, ölüm məni o vaxt yaxalayaydı. Yəni o vaxt məni yaxalasaydı, vay mənim halıma. Sonra Allah mənə hidayət verdi. İslamla hidayət verdi. Və Muhammed sallallahu əleyhi və səlləm mənə insanların ən sevimlisi oldu. O məni orduların başına sərkərdə təyin etdi. Kaş ki, mən deyir, o zaman öləydim. Peyğəmbər sallallahu əleyhi və səlləm mənə cənazə qılaydı. Mənim üçün dua edəydi. Sonra deyir, onun vəfatından sonra biz dünya ilə məşğul olduq. Mən deyir, indi bilmirəm, mənim halım Allah yanında necə olacaq. Və deyir, bunu deyəndən sonra deyir, o canını tapşırdı. Subhanallah, sahabədir. Sahabənin qorxusuna baxın, qardaşlar. Peyğəmbər sallallahu əleyhi və səlləmin ordulara sərkərdə təyin etdiyi sahabə, Rasulullah sallallahu əleyhi və səlləmin görmüş, ona iman gətirmiş, iman üzərində ölən bir insan öz halından nətər qorxur, necə qorxur. Şəqiq ibn İbrahim, tabiin imamlarından Şəqiq ibn İbrahim rahimehullah buyurur ki, insanlar mənə 4 şeydə, sözdə müvafiq oldular, lakin əməldə 4 şeydə, o şeylərin 4-ündə də mənə müxalif oldular. Onlar dedilər ki, İnnə abidullah, biz hamımız Allahın qullarıyıq. Hər kəs deyir, bu məsələdə mənə müvafiqdir ki, hamımız Allahın quluyuq. Lakin deyir, müxaliflərikləri harada oldu? Və ya'maluna amal al-ahra. Lakin qul kimi hərəkət etmədilər. Azad, hür insan kimi hərəkət etdilər. Qulun qul sifəti olar. Qul Rəbbi qarşısında zəlil olar. Öz zəlilliyini göstərir. Bunlar o zəlilliyi göstərmədilər, yəni onu demək istəyir. Qul olduqlarını etiraf etdilər, lakin azad insanlar kimi əməl etdilər. İkincisi, dedilər ki, İnnəllah kəfilu li ərzaqina. Dedilər ki, Allah bizim ruzimizə kəfildir. Ruzimizi verən Allahdır. Bunu dedilər. Lakin deyir, və la tatmainnu qulubuhum illə ma'a şey'in minəd-dünya. Lakin deyir, qəlbləri nə zaman rahat oldu? Dünyadan bir şey əldə edəndə qəlbləri rahat oldu. Dünyanı əldə etmədikcə qəlblərinə rahatçılıq gəlmədi. Üçüncüsü deyir, qalu innəl axirətə xeyrun minəd-dünya. Dedilər ki, axirət dünyadan daha xeyirlidir. Sözdə dedilər. Lakin deyir, və hum yecma'unəl mələ lid-dünya. Lakin onlar dünya üçün mal toplamağa başladılar. Və dördüncü də dedilər ki, la buddə lənə minəl mevt. Dedilər ki, biz mütləq öləcəyik. Lakin və ya'maluna amalə qavmin la yamutun.
Lakin elə əməl etdilər ki, ölməməyi garantiləyən insanlar kimi əməl etdilər. Yəni, əgər sən öləcəyini bildiyin halda belə bir əməl etməmən lazımdır. Və bu barədə həmçinin qardaşlar gəlir ki, Əbu Hamid el-Ləffəfdən gəlir ki, kim deyir, mən əksərə min zikril mavt ukrima bi sələsət əşyə. Kim ölümü çox xatırlayarsa, 3 şey ilə Allah onu ikram edər, onu mükafatlandırar. Birincisi, tövbəni tələsdirməklə. Çünki ölümü tez-tez xatırladan, özünə xatırladan və xatırlayan insan tövbəni neyinir, tələsdirir. Və qanaatul qud, az ruzu ilə kifayətlənər və nəşatul ibadə, ibadətini çoxaldar. Ölümü çox-çox xatırlayan insan bu 3 şeylə mükafatlandırılar. Və mən nəsiyəl mavtə uqibə bi sələsət əşyə. Kim ölümü unudarsa 3 şeylə cəzalandırılar. Tövbəni gecikdirməklə, Allahın verdiyinə razı qalmamaqla və ibadətdə səhlənkarlıq etməklə nədir? Cəzalandırırlar. Və sonra şeyx gətirir ki, yəni ki, qəflət yuxusundan oyananın əlaməti, yəni bu dünya qəflət dünyasıdır, insan o yuxudan oyanması lazımdır. Və o yuxudan oyananın da deyir, 4 əlaməti var. O yuxudan oyanan neçə əlaməti var? 4 əlaməti var. Deyir, birincisi, dünyadan qənaətçiliklə və dünyanı sonraya saxlamaqla dünyadan üz çevirmək. Daha doğrusu dünyanı bu şəkildə idarə etmək. Dünyada qənaətçiliklə və onu sonraya saxlamaqla onu idarə etmək. İkincisi, axirət işlərinə həris olmaqla və ona tələsməklə onu idarə etmək. Üçüncüsü, din işlərini elm və ictihadla çalışmaqla əldə etmək. Dördüncüsü də əxlaq xüsusiyyətini insanları necə idarə etmək? İnsanları gözəl əxlaqla, nəsihətlə və onları yola verməklə idarə etməlidir. Və sələflərdən bəziləri deyərdi ki, insanların ən əfzəli o insandır ki, onda 5 dənə xüsusiyyət var. Kim 5 xüsusiyyəti cəm edərsə, o insanların ən əfzəli, ən üstünüdür. Birincisi, daima Rəbbinə ibadətdə olar. İkincisi, insanlara daima fayda verər. Onun insanlara faydası açıq aydın olar. Üçüncüsü, insanlar onun şərrindən əmin olar. İnsanlara onun şərri toxunmaz. Dördüncüsü, insanların əlində olana maraq göstərməz, rəğbət göstərməz. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, dünyaya tamah salma, Allah səni sevsin, insanların əlində olana tamah salma ki, insanlar səni sevsin. Beşinci də, ən yəkuna lil-mavti müstəiddən. Beşinci sifətdə odur ki, ölümə daima hazır olar. Və bu da həqiqətən iman əhlinin sifətlərindən. Və bəzi qardaşlar, başqa faydalar da var. O faydaları da istəyirəm ki, bu şeyxin zikr etdiyi faydaları əlavə olaraq ölüm barədə onları da zikr edəm. Həsən-ül Basri rahimehullah buyurur ki, elə bir gün yoxdur ki, elə bir doğmayan gün yoxdur ki, o günü nida edən çağırmasın ki, ey Adəm övladı. Yəni, həmin gündə nida edir ki, ey Adəm övladı, mən yeni yaradılmışam. Mən sənin əməlinə şahidəm. Məndən bacardığın qədər istifadə et. Çünki mən qiyamət gününə qədər bir daha qayıtmayacağam. Çünki olan keçən gün bir daha qayıtmayacaq. Bir daha o gün təkrar gəlməyəcək. Məlik ibn Dinar rahimehullah sələf imamlarından deyir ki, əgər sən deyir, sağlığın yerində olduğun halda Allah üçün əməl etmirsənsə, bəs nə zaman əməl edəcəksən? Abdullah ibn Mübarək rahimehullah buyurur ki, nə qədər sağlığı yerində olan insanlar var ki, heç bir xəstəlik olmadan vəfat elədi. Və nə qədər xəstə insanlar var ki, uzun illərdir yaşayırlar. Yəni, ölüm insana qəflətən gəlir. Birdən-birə gəlir. Ona görə insan ölümə hər zaman hazır olmalıdır. Çünki öldükdən sonra heç bir əməl fayda verməyəcək. Etmək istəyəcəksən fayda verməyəcək. Baxın,
sələflərdən biri deyir ki, əgər qəbir əhli dirilir, Allah təala onları dirilsəydi və onlar dünyaya qayıtsaydılar, onlar dünyadan heç nə toplamazdılar. Dünya malından heç nə toplamazdılar. Əksinə nə edərdilər? Namaz qılıb, istiğfar edib, tövbə edərdilər. Dünyaya qayıtsaydı onların edəcəyi əməllər yalnız bunlar olardı. Ona görə də insan çalışmalıdır. Ölümə hər zaman hazır olsun. Ölümün dəhşətinə, ölümün şiddətini dərk eləsin. Yəni, ölüm əzab gəldikdə, nədir? Ölümün şiddəti gəldikdə, ona görə onun şiddətindəndir ki, insanın gözü açıq gedir. Niyə? Çünki ruhunun necə çıxdığını belə görür. Və təbii ki, müminin canı kafirin canı kimi alınmır. Müminin canı daha asan alınır. Amma kafirinki isə, necə ki, Rasulullah s.a.v. vəsf edir, kafirin canı elə bil ki, o tikanlara batmış yun var. Necə didişdirirsən, yunu çıxardırsan. O şəkildə çıxarılır. Müminin canı daha asan alınır. Ona görə insan hər zaman ölümə hazır olmalıdır. Daimə Allah Azze və Cəllənin muraqəbəsini üstündə hiss etməlidir. Ölümü xatırlamalıdır. Ölümü xatırlayacaq vasitələri tutmalıdır. Vasitələrdən birincisi nədir? Biri də o vasitələrdən daimə qəbirləri ziyarət etməkdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qəbirləri ziyarət edin, qəbirstanlıqları ziyarət edin. Çünki onlar sizə ölümü xatırladır. Allahdan istəyirəm ki, bizi işin faydalanlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.